Ayşə, bananı götürmə. Aa, götürdün. Tamam, yaxşı. İndi qoyaq. Ayşə, almanı götürmə. Götürdün. Sağ ol. Ayşə, mandarini götürmə. Ah, götürdünmü sən? Ayşə, almanı mənə ver. Oş, sağ ol kızım. Aferin. Ayşə, sarı meyvəni mənə ver. Sarı meyvəni. Sarı meyvəni mənə ver. Aferin sənə. Olası bezə. Ayşə, narıncı mandarini mənə ver. Narıncı. Ay, sağ ol oğlum. Aferin sənə. Çox gözəl verdin. Yaşıl biberi mənə ver. Yaşıl biber. Aferin qızıma. Dəyərli valideynlər, bu günlərim sizlərə uşaqlarda yaş inkişaf dövrünə görə inkar şəkilçisini qəbul etməmə prosesini izlətmək istədim. Yəni gördüyünüz kimi videoda uşaq əslində komandaları anlayır və eyni zamanda meyvələrin adlarını bilir, rənglərini bilir. Sadəcə olaraq mən ona inkar formasında almanı götürmə dedikdə o qeyri-ixtiyari almanı götürür və mənə təqdim edir. Və eyni zamanda almanı götür dedikdə də bunu edir. Bəs buna səbəb nədir? Buna səbəb odur ki, 4 yaşa qədər uşaq beyni bizim dediyimiz sözlərin hər birinin sadəcə olaraq əsas hissəsini anlayır və icra edir. Götürmə dedikdə beyin götür başa düşür və ya qaçma dedikdə qaç hissəsini qəbul edir və ya tökmə dedikdə tök hissəsini qəbul edir və bununla da biz uşaqların bizdən sanki inatlaşdığını hiss edirik və bu cürə qəbul edirik. Əslində isə nə etməliyik? İnkar şəkilçiləri qəbul etmədiyinə görə uşaqlar 4 yaşa qədər biz onlara götürmə əvəzinə yerində qalsın, qoy yerində qalsın deyə bilərik. Və ya qaçma demək əvəzinə biraz yavaş get deyə bilərik. Və ya tökmə demək əvəzinə daha səliqəli olaq deyə bilərik. Bunların hər biri sadəcə olaraq sözlərin sehridir. Əslində uşaqlarımıza davranış qaydasını biz bilərsək, o zaman 4 yaş sindromunu, 2 yaş sindromunu rahatlıqla atlata bilərik.